Cruise.azın değerli dostları, müşteriləri, cruise səfərlərinizdə marşrutlarınız içində Marsel varsa, Marsel portundan deməli balaca hopanokoflar və yaxud qatarla gələrək deməli şəhəri panoramik olaraq görə bilməyiniz üçün ümumi həm burada belə bir şəhərin bir xəritəsi tipli var, həm də yuxarı hissəyə çıxaraq çox rahat bir şəkildə bütün şəhəri rahat seyr edə bilərsiniz. O marşrutlar şeylərlə ki, ekskursiyalarla ki gəlirsiniz, təxminən qiymətləri 14, 15, 20 evro arasında dəyişir. Bu şəkildə gəlib həm möhtəşəm mənzərədən zövq ala bilərsiniz, həm Notre-Dame de Radenin içinə girə bilərsiniz. Burada diqqət edirsinizsə, hemen karşıda port ve gemileri görürsünüz. Eyni zamanda marina hissəsi də budur. Bir küçə, çox məşhur bir küçədir və buradan rahatlıqla gəzib Marseli yaxından tanıya bilərsiniz. Amma mümkün mərtəbə bu marinadan bir neçə məhəllə ərazisində olun. Daha içərilər çox da turist üçün lazımlı olan hissələr deyil. Böyük bir şəhərdir, Fransanın ikinci en böyük şəhəridir. O ünvanla gəlib bu gözəl məkanları da görə bilərsiniz. Ayrıca burada İf qalası, hansı ki Alexander Dumas'ın Monte Cristo qraf əsərində həbsxana kimi təsəvvür olunmuşdu. Onun yanında hemen yelkenlər görə bilirsiniz. Bakın böyle güzel bir mənzərə. Təxminən bir 20'ye yaxın bir yelkenli var. Bu şəkildə Marselin içində istər gözəl məkanları var, gəzə bilərsiniz. İstər alış-veriş üçün, istər xoş vaxt keçirtmək üçün. Amma ən məşhur küçələr buradakı bu marina kənarında olan hissələrdir. Onun için de vaxtınız çox getməz. Ortalama gəmilər bilirsiniz 8-10 saatlıq bir müddətdə saxlayır. Və siz də o saat ərzində gəlib rahat bir şəkildə şəhəri görə bilərsiniz, gəzə bilərsiniz və cruise səyahətinizi də daha mənalı və xoş hala gətirə bilərsiniz. Cruise'lərin zaten ən böyük üstünlükləri sizə şəhərləri yaxından göstərə bilmək, şəhərlərə toxuna bilməyiniz, tarixi abidələrini, yerli təamları, tapa biləcəyiniz, görə biləcəyiniz yerləri sizə əl çatan edir. Bax belə dostlar.